Mən bir videoya baxırdım, orada özbək qız danışırdı. Ondan soruşu var ki, siz Özbəkistanda türklərlə yox, türkiyəlilərlə evliliyə necə baxırsınız? Deyir ki, biz yaxşı baxmırıq, biz qanımızı qatmaq istəmirik. Burada belə bir sual, belə bir məsələ ortaya çıxdı ki, bəs türk necə yəni qanı qatmaq? Onların cavabı yəni konkret, yəni bu ikinci bir sorğu mövzusuna çevrilmişdi. Konkret cavab isə bu idi ki, Türkiyə türk adını o qədər mənimsəyib ki, sanki başqa dövlətlərin heç biri türk deyil. Və bu baxımdan indi biz rahatlıqla deyə bilmirik ki, Azərbaycanca danış. Bəziləri deyir ki, sən niyə gəlmirsən bura, hələ də Azəricə konuşuyorsun da məsələdir. Buna irad tuta bilirsə kimsə, mən də öz ölkəmdə yaşayan insanların, ələlxüsus Azərbaycanlı olan insanların türkcə, yəni Türkiyə türkcəsində, rusca və yaxud səbəb olmadan xarici bir dildə danışmasına, yəni normal qarşılaya bilmirəm. Bizdə o baxımdan vəziyyət çox acınacaqlıdır. Biz sadəcə Azərbaycanlıların Azərbaycan dilində danışmağını istəyirik. Yəni gələnlərlə öz dillərində yox.